Yaman dadlı yemək oldu. Çox zəhmət çəkdiniz. Siz də həmçinin. Allah nəzrimizi bizdən qəbul etsin. Yeməkləri aparacağımız adamların siyasi hazırdır. Bəli, qonşular, məhəllənin ehtiyac sahibləri, tanışlar. Hamısını yazdım. Əllərin dərd görməsin. İlahi, bu nəzrin savabını dünyadan köçmüşlərimizin ruhuna göndər. İlahi, hamısına öz rəhmətini nazil et. Kafirlər, elə bu saat bu küfür ateşini söndürəcəm. Nə edirsən? Məgər bilmirsiniz ki, nəzir də eynilə namaz və oruç kimi yalnız Allah üçün olmalıdır? Niyə ki? Bilirik. Bəs nə üçün Allahdan qeyrisi üçün nəzr etmisiniz? Müşrik olduğunuzu etiraf edin. Axı, niyə bizim müşrik olduğumuzu ispat etmək üçün bu qədər israr edirsən? Mənim müsəlman olduğumu ispat edə biləcəyim yeganə yoldur. Kim deyir ki, biz Allahdan qeyrisi üçün nəzr etmişik? Məgər bizim nəzr niyyətimizi, məqsədimizi eşitmisən? Siz kafirlərin nəzr üçün niyyət və məqsədi olur? Bəli, əlbəttə ki olur. Deyirik ki, Allah üçün filan xeyir işi görmək bizim boynumuzdadır. İnsanın əməli niyyəti ilə ölçülür. Bizim də niyyətimiz budur ki, xeyir iş görək və onun da savabı dünyadan köçmüşlərimizin ruhuna getsin. Eynilə namaz, oruc və həc kimi. Necə ki, Allah Rəsulu bir çoxlarına tövsiyə edir ki, öz mərhumları üçün bu əməlləri yerinə yetirsinlər. Yaxud da tövsiyə olunur ki, sədəqənin savabını onlara göndərin. Peyğəmbər zamanında yaşayan müşriklər də öz bütləri üçün nəzr edirdilər. Sizin bu əməlinizin onların əməli ilə nə fərq oldu, müşriklər? Onlar Allahın evini təvaf edirdilər. Deməli, bizim ixlasla yerinə yetirdiyimiz həc də şirkdir. Hər hansı bir əməl onların əməlinə bənzəyirsə, bu onun şirk olması mənasını vermir. Mühüm olan insanın niyyətidir. Onlar özlərinin daşdan, taxtadan hazırlanmış bütləri üçün nəzr edirdilər. Biz isə tək olan Allah üçün nəzr edirik. Sadəcə olaraq əməlimizin savabını dünyadan köçənlərimizə hədiyyə edirik. O savabı da Allahdan istəyirik ki, onlara hədiyyə etsin. Sizin manaliniz? Yandırdın. Təşəkkür edirəm. Deməli, səhvini qəbul etdin? Yox!